Salam əziz valideynlər və şagirdlər. Mən sizlərə 2-ci sinif Azərbaycan dili dərsliyindən tapşırıqların izahını verəcəm. Uğurun sirri mətnini ilk öncə oxuyaq. Uğurun sirri. Xəstəxana otağı sükuta qərq olmuşdu. Çarpayda uca boylu, möhkəm bədənli, yaraşıqlı bir oğlan uzanmışdı. Qara yumuşaq saçları alnına tökülmüşdü. O, Qarabağ döyüşlərində başından yaralanmışdı. İndi hamı bu qəhrəman üçün narahat idi. Həkimlər onun sağalacağına inanmırdılar. İlham idmançı olduğu üçün ürəyi hələ də mübarizə aparır. Anası oğlunun əlindən tutub oyanması üçün dua edirdi. Oğlum, İlham, oyan, anan qurban. Birdən İlhamın zəif səsi eşidildi. Mənə soyuqdur. İlham oyanmışdı, lakin gözlərini açanda hər yer qaranlıq idi. Görmə qabiliyyətini itirmiş 19 yaşlı idmançı çətin günlər yaşayırdı. Həmişə idman haqqında düşünürdü. Onun idmana qayıtmaq istəyi hamıya xəyal kimi görünürdü. O isə nikbin insan idi. Heç vaxt ümidini itirmirdi. S tapşırığına baxaq. Sizcə İlham idmana qayıtmaq istəyini necə həyata keçirə bilər? Mətni oxuyanda görürük ki, İlham nikbin insandır. İlham idmana qayıtmaq istəyini səbri ilə, dözümü ilə, mübarizə apararaq, öz möhkəm iradəsi ilə göstərə bilər. Ç tapşırığında bizdən nə soruşulur? Uğurun sirri mətnindən İlhamın xarici görünüşünü və xarakterini təsvir edən sözləri dəftərinizə yazın. Onlara yaxın mənalı sözlər əlavə edin. Uğurun sirri mətnində gördük ki, burada baxın, yazılıb ki, çarpayda uca boylu, möhkəm bədənli, yaraşıqlı. Uca boyludur, möhkəm bədənlidir, yaraşıqlıdır, sonra yumşaq saçlı. Bunlar hər biri İlhamın xarici görünüşünə aid olan sözlərdir. Xarakteri isə deyir, nikbin insan idi. Onun nikbin insan olması, nikbin olması xarakteridir. Uca boylunu yaxın mənalı olaraq hündür sözü ilə, yaraşıqlını gözəl sözü ilə, yumşaq saçları ipək kimi saçlarla əvəz etmək olar. Mətnimizin ardını oxuyaq. Uğurun sirri mətninin davamını oxuyun. İlhamın seçimi ilə öz təxminlərinizi müqayisə edin. Oxuyaq. İlham Gənclər və İdman Nazirliyinə müraciət etdi. Ona Paralimpiya üzrə cüdo idman növü ilə məşğul olmağı təklif etdilər. 4 il fasilədən sonra İlham yenidən məşqlərə başlamışdı. O, var gücü ilə məşq edirdi. Tezliklə yarışlarda iştirak etməyə başladı. Yarışların çoxunda uğur qazandı. Nəhayət, Yunanistanda keçirilən Paralimpiya oyunlarının çempionu oldu. Sonralar İlham Zəkiyev dünya və Avropa yarışlarında da dəfələrlə qızıl medal qazandı. İlhamın möhkəm iradəsi, özünə inamı ona uğur gətirdi. B tapşırığına diqqət edək. Aşağıda verilmiş başlıqları mətnin nömrələnmiş hansı hissəsinə aid etmək olar? Aşağıda verilmiş başlıqları mətnin nömrələnmiş hansı hissəsinə aid etmək olar? Nömrələnmiş hissələr diqqət etsək, birinci hissədə də var idi. Başlıq olaraq ananın duası var idi. Sonra baxın burada. Ananın dua etməsi harda idi? Baxın, deyir ki,
E, burada anası hakkında yazıb. Deyir ki, oğlum oyan, anan qurban. Sonra e, başqa başqa diqqət edək. Aha, baxın, deyir ki, anası oğlunun əlindən tutub onun üçün dua edirdi. Ananın duası uyğun gələcək birinci nömrəyə. Bura uyğun gəlir ananın duası. Aha. Sonra ikincidə görmə qabiliyyətini itirmiş 19 yaşlı idmançı çətin günlər yaşayırdı. Sonra burada yazılıb ki, o 2000 idi, heç vaxt ümidini itirmirdi, yəni gələcəyə inanırdı. Uyğun gələcək, gələcəyə inam. İkinci gələcəyə inam. Üçüncüdə artıq biz İlhamın qələbəsindən danışdıq. Paralimpiya oyunlarında çempion olmasından danışdıq. Dünya və Avropa yarışlarında iştirak etməsindən, qızıl medal qazanmasından danışdıq. Bu da aid olacaq qalibiyyət. Yəni başlıqlardan bir uyğun gəldi ananın duasına, 2 gələcəyə inam, 3 isə qalibiyyətə uyğun gəldi. Növbəti C tapşırığına diqqət edək. Cümlələrin fakt yoxsa münasibət bildirdiyini müəyyən edin. Müəyyən edək. İlham Qarabağ döyüşlərində ağır yaralanmışdı. Bu əlbəttə ki, faktdır. Biz bilirik ki, faktı sübut etmək olur. Həqiqətən də İlham Qarabağ döyüşlərində yaralanmışdı. Faktdır. Hamı onun üçün narahat idi. Bu münasibətdir. Həkimlər onun sağalacağına inanmırdılar. Bu da münasibətdir. İlham Zəkiyev dəfələrlə paralimpiya çempionu oldu. Bu faktdır. Siz tapşırıq yazanda yəni belə fakt işarə edə bilərsiniz. Münasibət, fakt bu qaydada. Onun idmana qayıtmaq istəyi hamıya xəyal kimi görünürdü. Bu da münasibətdir. Şey tapşırığında sizə tapşırıq verib mətndən əsas obraz haqqında verilən məlumatları bir daha diqqətlə oxuyun. Aşağıdakı plan üzrə bu obrazı təsvir edin. Hansı plan üzrə təsvir edəcəksiniz? Obrazla ümumi tanışlıq. Ümumi tanış olursunuz obrazdan. Baxırıq ki, yəni İlham Zəkiyevdən söhbət gedir. Xarici görünüşünü təsvir edirsiniz və xarakterini təsvir edirsiniz. Mətni oxuyub anladıqdan sonra bu tapşırığı rahatlıqla yerinə yetirə bilərsiniz. Növbəti tapşırığa baxaq. Məktubu oxuyun, abzaslara diqqət edin. Oxuyaq məktubumuzu. Salam əziz dost, necəsən? Ümid edirəm ki, bütün işlərin qaydasındadır. Əslində, mən səni yaxşı tanıyıram. Sən məktəblisən, 2-ci sinifdə oxuyursan. Hə, bir də idmanla məşğul olmaq istəyirsən. Amma nədənsə çəkinirsən. Sadəcə özünə inan. İdmanla məşğul olmaq hamının haqqıdır. Səni uşaqların paralimpiya təşkilatına dəvət edirəm. Burada sevdiyin idman növü ilə məşğul ola bilərsən. Eyni zamanda dostlar qazanarsan. Hələlik. Yarışlarda görüşmək ümidi ilə sağollaşıram. Hörmətlə paralimpiya çempionu İlham Zəkiyev. Suallara cavab verin. Suallarımızı cavablandıraq. Məktub
kimə ünvanlanıb? Məktub gördüyümüz kimi bir məktəbliyə ünvanlanıbdır. 2-ci sinif şagirdidir. Məktubun müəllifi kimdir? Məktubun müəllifi İlham Zəkiyevdir. Paralimpiya çempionu İlham Zəkiyev. Məktubda hansı məsləhət verilib? Məktubda məsləhət verilib ki, baxın, deyir ki, sadəcə özünə inan, idmanla məşğul olmaq hamının haqqıdır. Bu bir məsləhətdir. Yəni, bizim hər hansı bir durumumuzla bağlı nələrsə qarşımızı kəsirsə, biz ümidimizi itirməli deyilik, gələcəyə inanmalıyıq, özümüzə inanmalıyıq və uğura çatmaq üçün çalışıb addımlar atmalıyıq. Sonra C tapşırığında hansı cümlədə məktubun müəllifi şagirddə ümid və özünə inam yaratmağa çalışır? Ümid və özünə inam yaradan elə budur. Deyir ki, sadəcə özünə inan, idmanla məşğul olmaq hamının haqqıdır. Sonra paralimpiya oyunlarına dəvət edir. Burada deyir, idman növləri ilə məşğul ola bilərsən. Bunlar şagirddə özünə inam yarada bilər. Təbii ki, söz boxçasına baxaq. Çəkinmək nədir? Nədənsə ehtiyat etmək, qorxmaq. Bir şey görəndə ehtiyat edirsən, yəni çəkinirsən. Haqq doğru, düzgün, həqiqi mənasındadır. Təşkilat isə hər hansı bir dövlət idarəsidir. Şey tapşırığında şəkilə baxaraq məktubda mavi rənglə verilmiş cümləni izah et. Mavi rənglə verilmiş cümlə deyir ki, amma nədənsə çəkinirsən. Biz şəkilə baxanda, diqqət edəndə görürük ki, burada olan məktəblinin hər hansısa bir məhdudiyyəti var, sağlamlığınla bağlı və biz bu cümləni belə izah edə bilərik ki, gördüyümüz kimi məktubda da İlham Zəkiyev məsləhət verir ki, sadəcə özünə inan, idmanla məşğul olmaq hamının haqqıdır. Yəni, görünür, o idmanla məşğul olmaq istəyir, amma hansısa məhdudiyyətindən geri çəkilir. Bir qədər uğur qazanacağına, idmanı seçib irəli gedəcəyinə şübhə edir. İlham Zəkiyev də ona məsləhət verir ki, yəni sadəcə özünə inan, idmanla məşğul ol. Yəni, istər sağlamlığı tam şəkildə yerində olanlar olsun, istər bir qədər məhdudiyyəti olanlar olsun, hər kəs yəni, idmanla məşğul ola bilər. Yəni, şəkildə gördüyümüz məktəbli də paralimpiya təşkilatına qatıla bilər, istədiyi idman növünü seçib iştirak edə bilər. D tapşırığına diqqət edək. Məktub müəllifinin şagirdə münasibətini hansı sözlə ifadə etmək olar? Özündən razılıq, qayğıkeşlik, qəzəb, əlbəttə ki, qayğıkeşlik sözü ilə əvəz etmək olar. E tapşırığına baxaq. Verilmiş sözləri cədvəl üzrə qruplaşdırın. Hecalara ayrılması, bir də sətirdən sətrə keçirilməsi. Baxaq. Ailə sözünü nümunədə göstərib, ümid sözünü yaza bilərik. Ümid sözdür. Hecaya bölünür. Ümid. Sətirdən sətrə isə keçirilmir. Ümid sözü ilə ümid olaraq da qalır. Sətirdən sətrə keçirə bilmirik. Niyə görə? Çünki bir hərfi sətrin sonunda saxlaya bilmərik və ya yeni sətrə keçirə bilmərik. Söz radiodur. Radio. Hecaya bölək. Radio. Sətirdən sətrə necə keçirə bilərik? Radio. Baxın, belə keçirə bilərik. Onu yazıb görürsünüz, bir dənə hərf yeni sətrə keçə bilməz. Yeni sətrə keçirə bilmərik. Əlamət sözü, söz əlamətdir. Əlamət. Hecaya bölürük.
Lamət. Sətirdən sətrə keçirəndə isə ə yazıb ə. Laməti yeni sətrə keçirə bilmərik. Çünki bir hərfdən ibarət heca yeni sətrə keçə bilməz və yaxud da sətrin sonunda qala bilməz. Əla yazıb məti yeni sətrə keçirə bilərik. Sonra dairə, üzürsəm ənənə sözü. Ənənə. Hecaya böləndə ənənə. Hecaya bölmək yerində yazmadım. Sonra radio sözü. Radio. Hecaya bölsək, radionu yazmışıq. Hansı söz qaldı? Qarışdırdıq burada. Dairə. Dairə. Sözdür. Hecaya böləndə dairə. Sətirdən sətrə keçirəndə da yazıb irəni yeni sətrə keçirə bilərik. Və yaxud da dai yazıb rəni yeni sətrə keçirə bilərik. Söz səadətdir. Səadət. Hecaya bölək. Səadət. Sətirdən sətrə keçirəndə səadət. Və yaxud da ki, səa yazıb dəti yeni sətrə keçirə bilərik. Söz Amerikadır. Amerika. Hecaya bölək. Amerika. Sətirdən sətrə keçirəndə Amerikanı keçirə bilərik. Və yaxud Ameri yazıb kanı yeni sətrə keçirə bilərik. Növbəti ümumiləşdirici təkrara baxaq. Yeni mövzunun izahıdır. A tapşırığına baxaq. Hərflərin əlifbadakı sıra nömrəsindən istifadə edərək sözləri oxuyun. Bölmənin hansı fəslə aid olduğunu müəyyən edin. Baxaq. Tapşırığı necə yerinə yetirirsiniz? Tapşırığı əlifbadakı hərflərin sıra nömrəsinə görə yerinə yetirirsiniz. 27-ci hərf hansı hərfdir? R hərfi, T hərfi. 7-ci hərf Ə. 25-ci S. V. 14 İ. R. Hansı söz alındı? Təsvir. Sonra 19-cu hərf M. 7-ci hərf dedik ki, Ə hərfidir. 16-cı hərf K. 27-ci hərf T. 28-ci hərf U. İkinci hərfimiz də B-dir. Hansı söz aldıq? Məktub. Sonra 23-cü hərf P-dir. 1-ci hərf A-dır. 24-cü hərf dedik R hərfidir. 1-ci hərf A-dır. 18-ci L hərfidir. 14-cü hərf İ hərfidir. 19-cu M hərfidir. 25-ci hərf P. 14-cü İ. 31-ci Y hərfi. 1-ci hərf isə A hərfidir. Hansı söz aldıq?
Paralimpiya sözlərini almış olduq. B tapşırığına diqqət edək. Tapmacaları oxuyun. Açmasını təxmin edin. Əlamət bildirən hansı sözləri cavabları tapmaqda sizə kömək oldu. Tapmacaları oxuyaq. Yumru təkər əllərdə gəzər. Əlamət bildirən söz hansıdır burada? Yumru. Yumru təkər əllərdə gəzər. Yumru əlamət bildirən sözü bizə tapmacanın cavabını tapmağa kömək edir. Olacaq cavab. Uyğun gəlir C-yə. Sonra üstü yaşıl məxmərdir, içi şirin şəkərdir. Yaşıl, şirin, bunlar əlamət bildirən sözlərdir. Açması olacaq qarpız. Yer altında sarı biz. Əlamət bildirən söz sarıdır. Kökə uyğun gəlir. Abəndi. Fındıqdan iri, yumurtadan balaca. Əlamət bildirən söz iridir. Balacadır. Bu da uyğun gəlir quz. B-yə. Sonra bizə deyir ki, seçdiyiniz əlamət bildirən sözləri cədvəldə qruplaşdırın. Yumru forma bildirir. Yumru. Yaşıl rəng bildirir. Yaşıl. Şirin dad bildirir. Qeyd edirik. Başqa burada gözümüzdən qaçan nəsə qalmadı. Sarı rəng bildirir. Fındıqdan iri. İri ölçü bildirir. Balaca ölçü bildirir. Və uyğun yerlərə qeyd edirik. Deyirəm, diqqətimizdən nəsə qaçmadı. C tapşırığına baxaq. Cümlələri oxuyun. Dəftərinizdə nümunəyə uyğun cədvəl qurun. Cümlələrin nömrələrini cədvəlin uyğun bölmələrinə yazın. Hiss və emosiyalara uyğun üzümüzün ifadəsi dəyişir. Hiss və emosiyalara uyğun üzümüzün ifadəsinin dəyişməsi. Birinci cümlə bu faktdır. Hiss və emosiyalar hissəsinə aiddir və fakt olduğu üçün burada qeyd edibdir. İşlərimi planlaşdırmayanda narahat oluram. Münasibətdir. Gün rejiminə aiddir. Hippo iynədən qorxurdu. Münasibətdir. Nömrələrdən qeyd edək, üzürü sayın. Baxın, bu qaydada qeyd edirik. İkinə qeyd edirik bura, ikinci cümləni. Üçüncü cümlə hippo iynədən qorxurdu, münasibətdir. Hisslər və emosiyalara aiddir. Bura qeyd edirik. Qələbə qazanacağına inanıram. Münasibətdir. İdman bölməsinə aid idi. İlk olimpiya oyunları Yunanistanda keçirilib. Bu artıq faktdır. Beşinci cümlə idmana aiddir. Asudə vaxt zəruri işlər yerinə yetirəndən sonra qalan boş vaxtdır. Bu da faktdır. Uyğun gəlib gün rejiminə. Altında qeyd edək gün rejimin qarşısına. İzahlarımız bu qədər əziz şagirdlər. Növbəti izahlarda görüşərik. Hələlik.